cinayətkardılar. Və psixopatlar törətdikləri əmələ görə qətiyyən peşmanlıq hiss eləmirlər. Onları həbsə atın, sonra çıxarın, məsələn cəzalarını çəksinlər, çıxsınlar yenə çölə. Bir cinayət yenə törədəcəklər, dəfələrlə törədəcəklər. Çünki bunlar algılamırlar, yanlış bir şey elədiklərini başa düşmürlər. Beyin zədəlidir. Ya anadan gəlmə, ya da sonradan. Beynin məhz bu, mən deyək ki, ürək ağrıma duyğusu, insaf duyğuları, empatiya göstərmək, yazıq gəlmək bunlarda yoxdur. Amma psixopatlar çox ağıllı ola bilirlər. Ən azından antisosiallardan fərqli olaraq elədikləri işi planlı edirlər. Məsələn, antisosial bir insanın cinayət əməli törətməsi tamamilə onun belə impulsiv, idarə oluna bilməyən duyğularından qaynaqlanır. Yəni özünü idarə edə bilmir. Amma psixopat elə deyil. Psixopat öz işini incə-incə toxuyur.